Nəcisin rəngi bizə xəstəliklərdən xəbər verirmi? Bəli, əlbəttə ki, verir. Qara nəcis mədə-bağırsaq sistemində qanaxmanı göstərir. Xüsusən yuxarı hissələrdə, qida borusunda, mədədə, onkibarmaq bağırsaqda hər hansı bir səbəbdən qanama ola bilər. Ağ, gil rəngli nəcis xronik qaraciyər xəstələrində görülür. Həmçinin öd yollarının tıxanmasında, mexaniki yolla və yaxud da hər hansı bir törəmə səbəbindən tıxanıqlığında da ağ, gil rəngli nəcis görə bilərik. Sarı nəcis ən çox mədə-altı vəz xəstəliklərində, mədə-altı vəzin işi pozulanda, pankreatit zamanı görülə bilir. Həmçinin də öd yollarında törəmə, öd yolları tıxanıqlığında da görülür. Qırmızı nəcis mədə bağırsağın aşağı hissələrində qanaxma zamanı görülə bilər. Məsələn, babasil zamanı, anal çat zamanı və yaxud da ki, anal kanalda, rektumda, mədə bağırsağının aşağı traktında törəmələr zamanı görülə bilər. Əziz izləyicilər, nəcisin rənginə biganə qalmayın.